Səhər saat 8-ə qalıb və Tağı dayı hər zaman olduğu kimi bu səhərdə ömürgün yoldaşı Atlas xanımın məzarı başındadır. Tağı Tağıyev Atlas Tağıyeva ilə 1966-cı ilin martında ailə həyatı qurub. Sevərək evləniblər və xoşbəxt yaşayıblar. 1999-cu ilədək. Məhz həmin ilin 99'un iyul ayının 12'sinde 40'ını verenden sonra her gün bir 28 gün Allah necə haqsa hər gün gəlib. İşim, vəzifəm yalnız bu yetimə qulluq eləməkdir. 16 ildir Tağı dayı Atlas xanımın məzar başına gəlir. Onun məzar daşını təmizləyir, gül çiçəkləri səhmana salır. 78 yaşlı qəhrəmanımız ömür yoldaşının məzarı ətrafını etməyib ki, bu qədər sevilib. Soğanla çörək yesin, amma şirin yesin. Yağlı plov, acı göz yaşından yeməksənsə yeməsin. Amma soğanla çörək gülə-gülə yesin, şirin yesin. Bax belə, Tağı dayıya baxıram, sevgi yoxdur deyənlər gəlir gözümün önünə. Bilirsiniz, hər sevən sevilməlidir deyə bir qayda yoxdur. Hər sevgi xoşbəxt sonluqla bitəcək deyə də heç kim söz verməyib. Amma bu, sevgi yoxdur demək deyil.